Qayıdış Könüllüləri proqramının Cəbrayıl Könüllüləri qrupuna qeydiyyat başlayıb. Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında məlumat verildi. Böyük Qayıdış Könüllüləri proqramı gənclərə yeni təcrübə, dünya görüşü, sosiallaşma, uğurlu karyera yolu, həmçinin ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı kimi keyfiyyətlər aşılayır. Bu günədək Qayıdış Könüllüləri proqramı çərçivəsində azad ərazilərdə keçmiş məcburi köçkünlərin geri döndüyü, artıq yaşayışın olduğu yerlərdə rayonlar üzrə 5 könüllü qrupu formalaşdırılıb. Cəbrayıl növbəti 6-cı qrupdur. Proqrama qoşulmaq istəyən 18-29 yaş arası əslən Cəbrayıl rayonundan olan gənclər Qayıdış Könüllü Az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 20 may 2025-ci il tarixinə qədər davam edəcəkdir. Qeydiyyat bitdikdən sonra müraciəti müsbət dəyərləndirmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçəcəklər. Bütün mərhələləri uğurla başa vuran gənclər Cəbrayıl Könüllüsü statusunda Cəbrayıl rayonu ərazisində həyata keçirilən fəaliyyətlərə cəlb olunacaqlar. Regionda həyata keçirilən tədbirlərin təşkilində yaxından iştirak edəcəklər. Gənclər arasında proqramda iştirak etmək üçün artan maraq layihənin davamlılığını və ictimai əhəmiyyətini bir daha təsdiqləyir. Proqram ilk olaraq 2022-ci ildən artıq start verilmişdi. Həmin proqramın çərçivəsində Ağdam könüllüləri ilk mərhələsində Ağdam könüllüləri, Şuşa könüllüləri, Füzuli könüllüləri, Zəngilan könüllüləri və Laçın könüllüləri qrupu formalaşdırılmışdı. Həmin bu könüllü qruplarının əsas özəlliyi ondan ibarətdir ki, ancaq həmin ərazilərdən olan gənclər iştirak etməkdədir. Və bu gündən etibarən isə yeni könüllü qrupu, Cəbrayıl könüllü qrupu fəaliyyət göstərəcəkdir. Qayıdış Könüllüləri proqramı gənclərin vətənə bağlılığının gücləndirilməsi, eləcə də milli həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir platformaya çevrilib.